Salam, hər vaxtınız xeyirli olsun değerli izleyicilerim. Kanalıma hoş gelmişsiniz. Bugün ikra pişirdim, badımcan kürüsü. Badımcan ikrası pişirdim, közde pişirdim. Yani bilirsiniz ki hem tərvəzləri yağda da pişirib hazırlamaq olur. Mən közde pişirdim. Yəni külləmə edib sonra hazırladım ikranı. Əvvəlcə tərvəzləri yudum, şişə keçirdim, koydum közde pişsin. Pişdikcə də ayrı-ayrı qablara yığdım. Bir də ki, badımcanı qaba yığdıqca üstünə qapaq qoyurdum ki, qabağı rahat soyulsun. Bir qabda su da koydum yanına ki, elimi tez-tez suya batırıram ki, rahatlıqla qabağını soyun. Tərəvəzlərin hamısının qabığını soyub ayrı-ayrı qablara yığdım. Bu arada mən tərəvəzlərin qabığını soyduqca yoldaşım da soğanı ət maşının iri gözündən keçirtdi, sağ olsun. Ocağı yandırdım. Qazana duru yağ əlavə elədim. Əvvəlcə soğanı qoyuram pişməyə. Soğan burada yavaş-yavaş pişdikcə suyunu çəkib sonra yağa düşməlidir. Tam kızartmaq lazım deyil. Və tərəvəzləri ət maşının iri gözündən keçirdirəm. Bunu da deyim ki, əziz izləyicilərim, bibərin, badımcanın, qabda qalan suyunu koruyuruz. Ancaq pomidorun sokunu süzgəcdən keçirdib saxlayırıq. Yani ikraya katacağım. Soğan suyunu çəkəndən sonra yerdə qalan yağı da əlavə elədim. Əvvəlcə ət maşından keçirdiyim badımcanı əlavə elədim soğan üzərinə. Bir burun bişirəndən sonra biberi, kökü, kökü de kattım. Ondan sonra pomidoru katıram. Arada bir qaçdırmaq lazımdır ki, qazanın dibi yanmasın. O kadar pişiririk ki, ta ki yağı üzə çıxanacan. Qazanın altı ərzaqların hamısını qatandan sonra vamxodda olmalıdır ki, dibi yanmasın. İndi isə süzgəcdən keçirdiyim sarımsağı əlavə elədim. Duzunu, istiyotunu zövqə görə bir xörək qaşığı da pesokda əlavə eləmişəm. Bir də ki, 2-3 xörək qaşığı tomat. Görürsünüz, yağı çıxır üzə. İndi isə cəfəri doğramışam. Mən cəfəri əlavə elədim.
Yaxşı-yaxşı qaçışdırıram, vamxodda bişirdim. Ta ki yağı üzə çıxanacan. Görürsünüz, yağı tam üzə çıxıb. Artıq ikra hazırdır. Bankalara vurub bağlamaq olar. Əziz izləyicilərim, ərzaqların miqdarı videonun alt bölməsində yazılacaq. İnşallah bəyən düyməsinə basıb abunə olmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Allah hamının evinə bol ruzu bərəkət versin inşallah. Sağ olun, sağlıqla qalın.